Əziz dostlar, hörmətli Ağxam kənd sakinləri, bəli, bax bu vəziyyətdə olan gölməçələrin doldurulması prosesi həyata keçirilir. Bax, harda ki, kəndarası yollarda ilkin olaraq bu vəziyyətdə olan, yəni gölməçə vəziyyətində olan sel sularının, yağış sularının fəsadının qarşısını almaq üçün bax bu vəziyyətdə olunan gölməçələri doldurulur ilkin olaraq. İnşallah qeyd elədiyimiz kimi gələn proseslərdə digər istiqamətlərdə əlavələr olunacaq və bu cür Çala-çökür yerlərin doldurulması prosesi həyata keçiriləcək.